Hər vaxtınız xeyir, əziz Arzu TV'nin izləyiciləri. Bu günləri sizin üçün müqəddəs Ağdam torpağından gözəl musiqili bir veriliş hazırlamışıq. Ağdam tək Ağdamlılar üçün yox, Türk dünyası və bütün dünya üçün müqəddəs bir məkandır. Biz də bu günləri Sevinçli Dəqiqələr proqramında sizlərin qonağıyıq. İstəyirik ki, oturub evlərinizdə bu verilişdən zövq alasınız. Bugünkü məclisimizin qonağı xanəndə gözəl sənətkarımız Nahid Məmmədov. Çox sağ olun İlqar müəllim. Sevinçli Dəqiqələr verilişinin ilk günüdür. Bizi dəvət etdiyinize görə təşəkkür edirəm hər birinizə. Allah sizləri var eləsin. Uğurlarınız bol olsun, uğurlarımız bol olsun. Davamlı olsun. Mən öz ansamblımdan gəlmişəm bura. Heç vaxt əzabıma yadab vermədin, məni qısqanmadın ya, dəhşətə dünya. Ay bircə günümü də, bir öynəmi də, bircə günümü də, bir öynəmi də, tam arzu koymadı möhlətə dünya.